Hörmətli dinləyicilərimiz, indi də Doğma Diyarın başlıqlı verilişi sizə təqdim edirik. Bugünkü qonağımız Dərbənd rayonunun Mitəhi Qazmaları kəndində yaşayıb yaradan Fəxrəddin Oruc Qəribsəsdir. Fəxrəddin Oruc Qəribsəs şair, jurnalist, tərcüməçi, dramaturq kimi tanınır. Fəxrəddin müəllim, əvvəlcə özünüz barədə qısa məlumat versəniz, yəqin ki, dinləyicilərimiz üçün maraqlı olar. 1974-cü ildə kənd 8 illik məktəbini bitirdikdən sonra Dərbənd pedaqoji məktəbinə daxil oldum və pedaqoji məktəbdən öz əmək fəaliyyətimə başladım. Müəllim kimi çalışmağa başladım və Azərbaycan dili və ədəbiyyatı dərslərini tədris etməyə başladım. Ondan sonra əskərlikdən qayıdandan sonra 1981-ci ildə Dağıstan Dövlət Pedaqoji İnstitutu Filologiya fakültəsinə daxil oldum və 1988-ci ildə bu fakültəni bitirdim. Yəni, mən rus dili və ədəbiyyatı müəllimi kimi bu müəssisəni bitirmişəm. Fəxrəddin müəllim, siz həm Azərbaycan dilinin tədrisi ilə məşğul olursunuz və şeir həvəskarısınız. Bu barədə bir qədər. Azərbaycan dilində bilirsiniz ki, bizim kəndlərimizdə həmişə Azərbaycan dili tədris olunubdur. Bizdə Azərbaycan dili 4 saat həftədə tədris olunur. Ona görə Azərbaycan dili, hətta mən pedaqoji məktəbdə də Azərbaycan dili dərsləri keçmişəm və özüm sərbəst bu dili öyrənmişəm. Yəni ədəbi dildən gedir söhbət. O ki gəldi şeir həvəskarıydım elə gənc çağlarımdan 5-ci, 6-cı siniflərdən. Bilirsiniz, o balaca şeirlər var. Dovşan şeiri, Ağla bula buz keçi şeiri, Gəl ayaz günləri, Mirzə Ələkbər Sabirin şeirləri vardı. Bizə elə gəlirdi ki, elə belə biz də yaza bilərdik də. O qədər asan, o qədər gözəl yazılmışdı ki, adamı valeh eləyirdi. İstəyirdin ki, sən də bir şey yazasan. Hələ bunlara oxşar bəzi şeylər yazırdım məktəbdə. Məktəbdə hamısı bilirdi ki, mən şeir yazırım. Bəs mətbuata gəlişiniz necə olub? Artıq 7-ci sinifdə mən məqalələr yazmağa başladım və birinci məqaləm Dərbənd rayon qəzeti var idi, Leylinçi idi adı, indi Dərbənddir. O Dərbənd qəzetində o məqaləm çıxdı mənim. Rəhmətlik Nərman Ağasiyev idi redaktor. Ondan sonra görüşümüzdən sonra o mənə dedi ki, yazı göndərin. Ondan sonra əlaqəmiz çox yaxşı oldu. İndiki Dərbənd qəzeti ilə, o vaxtki Leylinçi qəzeti ilə. Sonralar deməli, yəni pedməktəb oxuyan vaxtında, çağlarımda mən artıq oraya şeir yazıları da verirdim. Sizin hər hansı yol göstərəniniz olubmu, yəni sənət aləmində? Gənc yaşlarımda gözəl bir alimimiz var, Məhərrəm Qasımlı ilə Kərvan verilişində işləyirdi. O vaxtı tanış oldum. Çox gözəl tövsiyələr verdi. Kömək elədi bizə ki, Ulduz jurnalında Dərbənd şairləri çap olundu. O vaxtı Ələkbər Salahzadə idi, rəhmətli redaktor. Sonra xalq şairimiz Söhrab Tahirlə görüşümüz oldu Açmazda, Qubada. Ramiz Qusarçaylı ilə dostluğumuz var. Marif Soltanla dostluğumuz var. Onun hətta 2-3 şeirini mən rus dilinə çevirmişəm. İndi də əlaqəmiz var. İnternetlə hərdən bir danışırıq da buradan da. İndi yeri gəlmişkən deyim ki, bəlkə də bu verilişiniz yerinə düşər. Çünki 17-si iyun Azərbaycan Yazıçılar Birliyinin qurultayı nəzərdə tutulub. Və Anarın dediyinə görə bugünü deməli Azərbaycan Yazıçılar Birliyinin qurultayı da olacaq və Azərbaycan Yazıçılar İttifaqının 80 illiyi də qeyd olunacaq. Belə bu tədbirlərdəyik. İndi də Azərbaycana getmək bilirsiniz ki, çətindir, ancaq çətin olsa da Azərbaycandan özlər çox-çox gəlirlər. Bura hələ bu yaxınlarda gəlmişdi bizim şairə Hacı Talih Azadı xanım. Biz Dərbənddə bir görüş keçirdik. Gözəl bir görüş alındı. Fəxrəddin müəllim, hazırda harada çalışırsınız? Nə kimi sahələrdə işləyirsiniz? Mən məktəbdə də çalışıram. Respublika qəzetində də çalışıram Dərbənddə və Sosial Pedaqoji İnstitutda Qolos Molodyoji deyən bir qəzet var, onu redaktə edirəm. Şeirə gələndə hərdən bir mənə sual verirlər. Sən burada işləyirsən, orada işləyirsən, bəs bu şeirləri nə vaxt yazırsan? Bilirsiniz, şeir yazmaq nədir? Şeir özü yazılır, öz-özündən əgər o varsa. Şeir elə şeydir ki, bir dəfə gəlir sənin ruhuna gəlir. O ruhu sən açırsan, saxlayırsan xalq. Şeir budur. Ürəkdən gəlmədisə, o nə şeir ola bilər? O adamın qəlbinə girmirsə, nə söz ola bilər? Söz gərək adamın qəlbinə girsin, onun ruhunda yaşasın o söz. Sonra işlətməyə o söz. Axı bu ürəkdir. Ürək, şair demişkən, ürək ağrımasın, ürək neyləsin? Dünyanın dərdləri ürəkdən keçir. Müasir gənclər mütaliədən uzaqlaşıb. Siz mütaliə edirsinizmi? Mənə heç vaxt olmayıb ki, mən
kitab oxumayım, ya qəzet oxumayım. Çünki mənim sənətim, müəllim sənəti də bunu tələb edir ki, mən hər gün gərək bir şey öyrənim ki, şagirdlərimə verim. Öz yazılarımda da, əgər mən öz yerimdə qalsaydım, elə o oxuyanlarımla qalsaydım, bəlkə də bugünə bu kitabları da yaza bilməzdim və beləcə də danışa da bilməzdim. Bax belə, bu şeir haqqında bir dənə yazılarım var burada. Ay Allah, yazmaq da bir azar imiş. Talihə mixlanan çarəsiz azar, tək qələm bəxtinə vəfadar imiş. Ürəyin nə desə astaca yazar, sıraya düzülər sətirdə sözlər, qafiyə çaxnaşar bir tufan qopar, təbiət qoynunda səni əzizlər, axan su həmişə çuxurun tapar. Düzülüb qafiyə, saf dişlər kimi, fikirlər uzanır varağın üstə, talədə iz qoyan qırışlar kimi, kəlmələr fırlanır çırağın üstə. Allahım, yazmağı nə üçün verdin? Nə gecəm bəllidir, nə də gündüzüm, elə bir dünyada az idi dərdim. Bu yazmaq dərdinə mən necə dözüm? Fəxrəddin müəllim, siz öz əsərlərinizi, öz şeirlərinizi tanınmış şairlərə göstərirsinizmi? Onlarla məsləhətləşirsinizmi? Qorxa-qorxa bir şeirimi Zəlimxan Yaquba göstərmişdim. Dedim ki, Zəlimxan Yaqub təşrif buyurmuşdu, Dərbəndə düşmüşdü yolu. Ona qorxa-qorxa bir şeirimi göstərdim, dedim, müəllim, baxın da biz Dərbənd mühitində yaşayan adamlara, bəlkə də o sətirlərdə səhv də ola bilər, çatışmamazlıqlar da ola bilər. Gülümsündü, xalq şairi dedi ki, yaxşıdır yaz. Sən dedi, 2 dildə yazırsan, Ruscada, Azərbaycancada. Ona görə Zəlimxanla üz-üzə bir şeir yazmışdım. Zəlimxan gəlmişdi, qayıdacaqdı. Eşitdim sözünü ulu şairin. Ürəyi zirvə idi, duyğusu dağdı. Sözləri tufandı, dolu şairin. Xəzərdək çağladı, Arasdək coşdu. Elə bir 7 qat göyə qovuşdu. Geyik tək qıvrıldı, qartal tək uçdu. Dərbəndə düşmüşdü yolu şairin. Ürəklər dönmüşdü zirvəyə dağa. Xəyallar uçurdu göydən yaylağa. Ətirli naməyə, xəfif yarpağa. Qismətdir imzası qolu şairin. Gör necə məqamdır, gör necə çağdır. Zəlimxan gəlmişdi, qayıdacaqdı. Qərib səs ocağın gör nə ocaqdır. Saxlayır ruhunu ulu şairin. Belə bir şeir yazmışdım Zəlimxan Yaqubdan. Yəni, başqa bir şairlərimizi də Dərbənd şəhərində çox-çox şairləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri deməli olmuşdu. Kələntər-Kələntərli rəhmətlik radioda işləyirdi, sizin kolleganız idi. Azərbaycanda Ləzgi Radiosunun redaktoru idi. Gəlirdi, qonağımız olurdu. Tahir Talıblı radioda işləyir, o çox-çox Dərbəndə gəlir, onunla görüşlərimiz olub. Yəni, belə də yazırıq da, bacarığımızdan yazırıq. Bu mühit bizi, dil mühiti əlbəttə ki, bizdə başqadır, Azərbaycanda başqadır. Ancaq buna baxmayaraq biz öz burcumuzu gərək xalqımıza verək. Fəxrəddin müəllim, sizə uğurlar, nailiyyətlər arzu edirik. Hörmətli dinləyicilərimiz, xatırladırıq ki, bugün studiyamızın qonağı Dərbənd rayonunun Mitəhi Qazmaları kəndində yaşayıb yaradan Fəxrəddin Oruc Qərib Səsidir.